Hər kəsə salam, kanalıma xoş gəldiniz. Bu gün sizlərlə buck konverterləri öyrənəcəyik. Yəni ki, aşağı voltaj çeviriciləri. Əvvəlcədən deyim ki, videoya bəyənməyi, kanalıma abunə olmağı unutmayın ki, daha gözəl, daha yaxşı videolar çəkə bilək. Və videonun açıqlamalar bölməsində və şərh bölməsində timelapse yerləşdirirəm. Buradan da videonun istənilən mərhələsinə asanlıqla klikləyərək baxa bilərsiniz. Və dilimdə olan müəyyən rus, ingilis və türk terminlərindən ötürü də indidən deyirəm, üzr istəyirəm. Çünki mən təhsilimi fərqli dillərdə alıram. Sizə də ötürərkən bu cür ötürürəm. Terminlərdə ağza yatqınlıq olduğu üçün artıq mən bu cür sözlərdən istifadə eləyərkən bunu qüsur olaraq görməyin, xahiş edirəm. Bir-birimizi yəqin ki, başa düşürük. Elə isə başlayaq videomuza. Buck konverterlər nədir? Buck konverterlər voltajı aşağı düşürmək üçün istifadə etdiyimiz çevirici dövrələrdir. Bu çevirici dövrələr bizə çox lazım olur. Çünki dövrələrimizdə bir neçə kiçik dövrələrdən ibarət olur. Yəni bizim çap lövhəsi üzərində bir neçə dövrələr istifadə olunur. Bunu da sizə nümunə olaraq göstərim. Məsələn, əlimdə bir ədəd dövrəmiz var. Burada adapter hissəsini görürsünüz. Adapter hissəsindən müəyyən voltajlarımız girir və təbii ki, burada çox da dövrələr yoxdur. Ancaq 2 ədəd burada mikroçipim var və bu mikroçiplərə fərqli voltajlar lazım olduğu üçün burada 2 ədəd fərqli konverter dövrəsi görürsünüz. Görürsünüz, bir ədəd böyükdür, bir ədəd isə çox kiçikdir. Demək ki, kiçik axınlar üçün o qədər də önəmli amper dərəcəsi yoxdur. Bu isə güclü dövrə olar, güclü işləmci olar. Bunu qidalandırmaq üçün istifadə olunan bir buck konverterdir. Təbii bilmirəm nəyə bəhsləyir. Sadəcə nümunə üçün dövrələr üstündə, yəni bu cür kiçik buck konverterlər yerləşdirilib fərqli dövrələri qidalandırmaq üçün istifadə olunur. Və yaxud da ki, batareyalarımız olar. 3.7 voltluq məsələn bir batareyadır. Bundan 12 voltluq bir dövrə işlədəcək. Bunun üçün boost konverter işlədirik. Və yaxud da ki, 12 voltluq bir akkumulyatorumuz var. Biz isə 5 voltluq telefon adapteri kimi istifadə etmək istəyirik və bunun üçün də bir buck konverter istifadə olunur ki, bu buck konverterlərlə çıxışımızı istənilən voltaja ayarlaya bilirik. Təbii ki, data cycle'ımızı dəyişərək. İndi isə hər birini yavaş-yavaş izah etməyə başlayıram. Demək, buck konverterlarımız təməl komponentlərdən istifadə edir. Bir ədəd elektrik açarı, bir ədəd diod və bir ədəd bobin, bir ədəd kondensator və bir ədəd də yük. Burada yükü rezistor olaraq çəkmişəm, amma motor ola bilər və yaxud da fərqli bir dövrə ola bilər, telefon ola bilər, hər nə ola bilər. Sadəcə bir ədəd yükdür bu. Yük olaraq algılayın. Bu qədər qısa bir komponentlərlə biz voltajı çevirə bilirik. Bəs niyə bu cür bir dövrədən istifadə edirik? Sadəcə bir rezistordan və yaxud da ki, voltaj bölücü rezistorlardan istifadə edib voltajı niyə aşağı düşürmürük? Rezistordan voltaj düşürərkən rezistorun üstündə, məsələn deyirəm, bizim girişimizdə 12 volt var və çıxışımızda 5 volt alırıq. Bunun üçün rezistoru hesablayırıq. Geridə qalan voltaj, məsələn 12 voltda 5 voltu çıxarır, artıq geridə qalan həmin o 7 volt rezistorun üstündə qalır və çıxış amperindən də asılı olaraq, məsələn 1 amperlik bir çıxış alırıqsa həmin dövrədən 1 amperdə 7 volt üstündə qalacağı üçün bu istiliyə çevrilir. Bu isə 7 vaatlıq bir enerjinin rezistor üstündə itdiyini göstərir. Və bu da rezistor təbii ki, çox isindirəcək və güc itkisinə səbəb olacaq bir tərəfdən də. Dövrəmizin səmərəliyi çox aşağı düşəcək. Ancaq burada buck konverterdən istifadə edərək səmərəliyi çox yuxarı daşıya bilirik. Bu anda da bizim üçün müəyyən bir problemlər qarşımıza çıxır. Bunlar da tək-tək deyinəcək. İlk öncə buck konverterin çevirmə üsuluna deyinək və bu dövrəmiz necə işləyir, bunu izah edək. İlk mərhələdə dövrəmiz açıq vəziyyətdədir. Buradan çıxışa heç bir axın ötürülmür. Gördüyünüz kimi burada bir elektrik açarı qoymuşam. Elektrik açarı olaraq bu cür butonla istifadə edə bilərik. Və burada butonu bastığımız anda hətta bütün komponentləri üstünə düzün və belə bu cür izah edək. Sadəcə nümunə olaraq düzürəm, sonra isə bu komponentləri götürüb üstündə şəkil çəkərək izah edəcəm. Gördüyünüz kimi bir ədəd bobin var, bir ədəd buton, yükümüz, kondensatorumuz və diodumuz. Hər birini tək-tək deyinə görə nə işə yarayır? İlk öndə butona bastığım anda giriş voltajım burada 12 volt nəzərə alaq və burada da 0 volt deyək. 12 volt təbii ki, aşağı gərginliyə tərəf axmaq istəyəcək. 12 volt 0 volta tərəf axacağı üçün buradan axım bu şəkildə
gələcək butonu bastım, bobinin üstündən dolandı, keçdi, sonra rezistorun üstündən axaraq gəldi burada 0 volta. Bu anda diod təbii ki voltajı keçirməyəcək. Niyə? Çünki diodun mənfi tərəfi buradır, müsbət tərəfi isə buradır. Yəni dövrəyə tərs bir məntiqlə qoşulur. Diod heç bir işə yaramayacaq burada. Sadəcə buradan dövrə axacaq və çıxış tərəfindən keçəcək. Bu dövrə axdığı müddətdə rezistorun üstünə düşən voltaj neçə olacaq? Təbii ki 12 voltluq bir voltaj tamamilə rezistora gələcək. Çünki 0 volt buradadır, heç bir əlaqə olmadan. Burada da 12 voltluq bir volt birbaşa çıxışa gedir, heç bir əlaqə olmadan. Sadəcə burada bobinin çox kiçik bir müqaməti olacağı üçün kiçik bir voltaj itkisi burada yaranacaq və naqillərin voltaj itkisini hesablasaq, çıxışda 11.98 falan bir dəyər görmüş olacaq. Təbii ki, giriş adapterimiz nə qədər güclüdür, bunu deməliyik. Yəni, məsələn, 20 amperli bir çıxış cəryanımız varsa, burada 12 voltu demək olar ki, yaxın bir voltaj görəcək. Və bu butonu buraxan kimi, buton açıq dövrə olanda, burada kondensatorda da həmin vaxtda enerji depolanacaq. Kondensatorda kiçik bir sızıntı enerjisi olduğu üçün çox kiçik də bir axım bunun üstündə itki edəcək və dövrəmiz tamamlanacaq. Butonu araladığım zaman kondensatorun üstündə bir voltaj depolanmışdı. Bu voltaj dövrəmi də tamamilə sürüşdürüm. Demək, burada bir voltaj depolanır, burada isə bir induktiv axın depolanır. İnduktiv axınla kapasitiv axın burada depolanmış vəziyyətdə olur. Mən butonu buraxdığım zaman artıq nə baş verməlidir? Buradakı depolanan enerji artıq yük tərəfə keçid etməlidir. İlk öncə bak konvertörü anlamaq üçün dövrə komponentlərini anlamaq lazımdır. Mən sizə dövrə komponentlərinin hər birinin işləmə prinsipini bilərək, varsayaraq izah etməyə davam edirəm. Buradakı induktiv axın və kapasitiv axın yük tərəfə axmaq istəyəcək. Bu axının istiqamətini və prinsipini də indi izah edək. Demək, dövrəmi açdım. Burada axan axın kəsildi. Kəsiləndə demək, burada kondensatorda axın var idi. Bu özünü müqavimətin üstündə itirməyə başlayacaq. Və burada induktiv axınımız da var idi. İnduktiv axında necə itki etməyə başlayacaq? Burada diod qoymur keçid etməyə. Yəni bir tərəfi, bayaq müsbət tərəfi buraydı, mənfi tərəfi isə buraydı. Diod deyək ki, qoymur keçid etməyə. Bura açıq dövrədə heç diod nəzərə almayaq. Buradakı depolama bir şəkildə özünü itirməlidir. Deyilmi? Burada gördüyünüz kimi negativ bir qütb görürsünüz. Ümumiyyətlə, induktiv yüklərdə pozitiv və ya negativ yer dəyişə bilir. Yəni, bu boşalmaq üçün tərs bir axında keçid edə bilər özündə. Ona görə burada həmin bu depolama tərs bir məntiqlə diodun üstündə tamamlanmalıdır. Bu, tabii, post konverterdə əsasən görürük. Bunu gələcək videomuzda izah edəcək. Biz burada dövrəmizin axın istiqamətini necə edəcək? Artıq burada dəyişəcək. Müsbət bura olacaq, mənfi bura olacaq. Burada mənfi bura olduğu üçün, müsbət də bura olduğu üçün, yox, tərsinə etdik, əstəğfurullah. Qütblərin yönü dəyişəcək və artıq bu şəkildə induktiv yük boşalmağa başlayacaq. Yəni, çevrəmiz bu şəkildə davam edəcək. İnduktiv yük boşalmağa başlayacaq və kapasitiv yükdə zaten bura müsbət idi, burada mənfi idi. Kapasitiv yükdə eyni şəkildə boşalmağa başlayacaq. Yəni, biz cəryanımızı kəsdiyimiz anda birbaşa cəryanımız sönmür yükümüzün üstündə. Müəyyən qədər kapasitiv və induktiv yükümüz davam elətdirir dövrəmizi bəsləməyə. Burada yenidən açarımızı bağlayarkən başlayır bu dövrəmiz tamamlanmağa. Ancaq tamamlanarkən də birbaşa burada 12 volt yerləşmir. Yəni, belə bir qayda yoxdur. İlk öncə kondensatorumuz, yox, ilk öncə induktiv yükümüz də olur, sonra kondensatorumuz da olur və çıxışda tamamən ikisi də dolduqdan sonra 12 volt görməyə başlayırıq. Ancaq biz bunu 12 voltu görmək istəmirik. Niyə? Çünki buradan 5 volt almaq istəyirik, məsələn. 5 volt almaq üçün, buranı da 10 volt deyək, daha rahat izah etmək üçün riyazi tərəfdən. Artıq demək olar ki, dövrəmizi yarı şəkildə, yəni bir müəyyən zamanda, məsələn deyirəm, saniyədə 10 dəfə basıb buraxırıqsa, normalda, bu buraxma sürəti mikrosaniyəlik bir
dəyərdədirsə, biz nə edirik? 1 saniyəni 10 hissəyə bölürük. 5 saniyəsini basıb 5 saniyəsini buraxmaqla yəni dəyərləndirək. Yəni yarı zamanda basılır, yarı zamanda isə buraxılır. Bunda nə edəcəyik? Biz yükümüzün yarı hissəsini ötürmüş olduq. Demək, saniyə baxım artıq 10 dəqiqə oldu. Biraz videomuz uzun davam edəcək. Məcbur, yəni buck konverteri tamamilə daha yaxşı anlamaq üçün. Burada isə nə olur? Açarımız açıq, 10 volta qalxır. Açarımız bağlı, 0 volta gəlir. Açarımız açıq, bağlı, açıq, bağlı. Bu cür bir siqnalımız yaranır. Və bu siqnalda biz 50%-a bölərsək, 50% yanılı, 50% da sönülü deyərsək, yəni data cycle-ımız bizim açıq qalma müddətimiz 50%-dırsa, demək ki, çıxışımızın yarı qədər hissəsi burada görsənəcək. Yəni 10 voltu yarısını açıq, yarısını bağlı eləyəndə müəyyən bir impulsda olsun 50 kHz-də olsun 50 Hz-də fərqi yoxdur. Çıxışımızda yarı siqnal görmüş oluruq. Yəni yarı dəyərini görmüş oluruq. Güc olaraq hesablasaq. Bu da voltajımızda yarı voltaja gətirib çıxarır. Demək, data cycle-ımız 50% açıq qaldı, 50% bağlı qaldı. Bizim çıxışda 5 voltumuz alındı. İndi biz bunu əlimizlə basıb buraxmaq təbii ki, çətindir. Hər dəfə əldən bas burax, bas burax, bas burax. Bizim əlimizi də yorar. Ümumiyyətlə, açarın içində xarab eləyər. Çünki müəyyən qədər ark yaranacaq bas buraxda. Biz bunu ötürürük tranzistorun üstünə. Deyirik ki, bu arkı tranzistor özündə itirsin. Yəni, açıq bağlamağı tranzistor eləsin. Bizim üçün daha rahat olar. Tranzistorun da puls, yəni baza ayağı və yaxud da ki, MOSFET-imizin gate ayağında knopka ilə açıb bağlayaq. Artıq burada bizim arkımız sıfıra gəldi. Çünki tranzistorda, MOSFET-də demək olar ki, çox güclü bir yük çəkməyəcək. Arkımız olmayacaq, ancaq yenə əlimiz yorulacaq. Bunu hər dəfə bas buraxla əlimiz təbii ki, yorulacaq. Bunun üçün də nə edirik? Bir PWM siqnal generatorunu gətirib bağlayırıq. Tranzistoru aç-bağla eləmək üçün. Yəni, bu siqnalı yaradan bir dövrə qoyuruq buna. Hər dəfə aç-bağla eləyir, 50 kHz-dən məsələn işləyir. Burada da siqnalımız nə qədər böyük olsa, o qədər çıxışda parazitimiz daha az olacaq. Və data cycle-ımız nə qədər çox olsa, məsələn 75% olsa, burada 7.5 volt görəcək. 30% olsa, burada 3 volt görəcək. Yəni data cycle nə qədər əslində dəyişirsə, bunun da düsturu, yəni çıxış voltajımız, voltaj çıxış bərabərdir data cycle burax voltaj giriş. Bu düsturdan da hesablanır. Çox rahat bir düsturu var. Məsələn, burada 50% olursa, 50 nə olacaq? 0.5 olacaq. 0.5-i vuracam 10 volta. Çıxış voltajını tapmaq istəyirəmsə, yəni faizə vuracam. Demək, dövrəmizi bu cür şəkildə artıq təkmilləşdirdik. Dövrəmizdə yeni əysiklərimiz var və önəmli parametrlərimiz var. Çıxış amperini nizamlamaq üçün əsasən induktivlik dəyərini düzgün hesablamaq lazımdır. Buradakı yüksək tezliklə açılıb bağlanma olacağı üçün sadə diodlar bizdə artıq kifayət eləməyəcək. Bunun üçün bura bir Schottky diod qoymaq lazımdır. Buradakı kondensator tutumu da çox önəmlidir. Çıxışdakı bu cür siqnalların bu cür belə siqnallara çevrilməməsi üçün çıxışdakı kondensatoru da düzgün seçməliyik ki, tam düzgün bir voltaj ala bilək. Və çıxış yükümüzdə bizim çıxış amperimizi nizamlamaq üçün önəmlidir. Yəni, bizim dövrəmizi tasarlayarkən 2 amper vermə qabiliyyəti olursa, 2 amperə uyğun bir dövrə tasarlamalıyıq. 2 amperdən çox olsa, təbii ki, voltajımız aşağı düşəcək. 2 amperdən də az olsa, voltajımız daha üstə qalxacaq ki, burada da yükü çıxardanda nə eləyir? Ümumiyyətlə yük olmayanda kondensatorumuz daim dolu vəziyyətdə qalır. Nə qədər bunu zəif açıb bağlasam belə, kondensator tam doluluq vəziyyətinə çatanda artıq çıxışımızda 12 voltu görəcək. Yəni, başqa bir yöntəm yoxdur.
Yəni ona görə dövrəmizdə müəyyən şeylər çox önəmlidir və biz bu şeyləri də əksiltmək üçün ki, bu dövrəmizdə mükəmməl işləmir. Birinci voltaj çox yüksək pik nöqtəyə qalxır və sonradan dövrə özünü düzəldir. Eyni kilohertzdən idarə eləsən belə. Bunun üçün də biz artıq burada PWM inteqrəsində müəyyən dəyişikliklər eləyirik. PWM inteqrəsi ilk başda zəif axından dövrəmizi başladır. Ondan sonra ekonomluğu təmin eləmək üçün dövrə boş vəziyyətdəykən kilohertzi azaldır. Yəni çıxışda normal 5 volt görəndə bəs eləyir yəni. Ondan sonra yükə minəndə kilohertzimizi çoxaldır və 10 qalma müddətimizi də dəyişir. Məsələn deyirəm, çıxışda yükümüzü çox bağlayırıq. Yükümüz düşür 3 volta. 3 volta düşəndə artıq data cycle-ımızı çoxaldır, 70% məsələn qaldırır ki, çıxışda 5 voltu biz yenidən görə bilək. Burada da biz çıxışdan siqnal görmək üçün nə eləyirik? Burada bir feedback gəlməlidir çıxışdan, feedback gəlməlidir, girməlidir PWM siqnalımıza. Bunlar da bizim daha gelişmiş buck konverterlarımızdır. Onun üçün biz bu cür dövrələrdə enteqrə işlədirik. Bu enteqrə üstündə hər şey var. Yəni məsələn görürsüz burada bir bobinimiz var, diotumuz var, kondensatorumuz var, giriş kondensatorumuz var və bir ədəd də həm MOSFET-i, həm də ki PWM siqnallarını idarə etmək üçün enteqrə var. Enteqrənin də içində bir neçə dövrələr əslində cəmləşib bura. Burada həm PWM inteqrəsi, həm MOSFET birləşib. Bax burada da kiçik bir enteqrəmiz var, o enteqrənin içinə. Yəni görürsüz, bunun üçün daha gelişmiş sistemlərdə bu cür enteqrələr istifadə olunur. Biz təməl buck konverterdən danışırıq və bunu da indi simulyasiyon üstündə sizə göstərəcəm. Simulyasiyonda yenə baxmaq istəyirsinizsə birbaşa keçid eləyə bilərsiniz. Altda şərhlərdə buraxacağım tam lapsdən simulyasiyon qisminə vurub birbaşa simulyasiyonla da başlaya bilərsiniz. Yəqin ki, buck konverterimizi tamamilə anladıq. Bir ədəd açar, bir ədəd bobin, bir ədəd kondensator, diod və yükümüzdən ibarət olan bir sistemdir. Demək, ilkin vəziyyətimizdə burada açar açıldıqda dövrəmiz bu şəkildə irəliləyir, kondensatorumuz dolur. Açarımız dövrədən çıxdıqda isə nə edir? Buradakı depolanan enerji həm yükə axtarılır, həm buradakı induktiv enerji tərs çevrilərək, tərs polarma olaraq bu cür burada qısa bir dövr yaradır. Yəni ki, birinci dövrümüz böyük dövr, ikinci dövrümüz isə bu cür kiçik diod üstündə olan dövrdür. Diodun da nə işə yaradığını yəqin ki, burada anladınız ki, burada açarımız çıxandan sonra dövrə mənfidən müsbətə doğru axmalıdır. Tam bir qapalı bir sistem olmalıdır ki, dövrədə cəryan axa. Bu qapalı sistemi yaratmaq üçün də əslində. Qapalı sistem yaranmasa sadəcə kondensatorun üstündən qapalı bir sistem yaranacaq və kondensatorda olan enerji boşalacaq və bitdi. Ondan sonra yenidən gərək dövrəmiz açılaq ki, kondensatorumuz dola və dövrəmiz bağlananda sadəcə kondensator üstündən boşalma gerçəkləşər. Bu dövrəmizi yəqin ki, ümumi hər tərəfli anladıq. İndi keçək simulyasiyonda izahata. Demək, indi isə başlayıb falstat.com-dan sizə izah edəcəm. Bunun da linkini də aşağıda paylaşaram. Plus da falstat.com yazıb siz də öz simulyasyonunuzu görsel olaraq tasarlaya bilərsiniz burada. Mən burada hazır bir dövrədən istifadə etdim. Burada circuit qisminə gəlib power converters, yəni güc konverterləri bölməsindən buck konverteri seçib eyni dövrəni əldə edə bilərsiniz. Buradakı yalnız bu parametrləri dəyişərək bu simulyasiyonda göstərəcəm. Sonra isə LT-Spice ortamında gerçək buck konverter necə tasarlanır bunu göstərəcəm. Dövrənin necə daha çox izahlı və yaxud da ki daha bəsit olmasını şərhlər bölməsində deyərək mənlə bölüşə bilərsiniz. Mən də digər videolarda Boost Converter-də onu tətbiq edə bilərəm. Bir də mərhələlər olaraq yerləşdirə bilərəm. Kağız üstündə izahı bir formada, üzdən izahı bir formada və simulyasiyon qismi isə digər videoda, yəni 2-3 videoluq da izahlar verə bilərəm. Şərhlər bölməsində məndən paylaşsanız çox sevinərəm. Dəstəklərinizi də gözləyirəm. Demək, ilk öncə burada 5 voltluq girişimizi və çıxışda 3 voltluq çıxışımızı görürük.
Açar olaraq bizə MOSFET işlədilib, bir ədəd puls siqnal generatoru, bir ədəd diod, bir ədəd bobin və kondensator istifadə olunub. Yük olaraq isə bir ədəd müqavimət istifadə olunub. Çıxışda 3.4 voltluq bir voltaj görürük. Bunu daha yavaşladaraq kiçik oynamaları görürük. Bu kiçik oynamalar buradakı kiçik bir parazitlərdir əslində. Yəni parazit kimi yaranır. Bu da bu kondensatorun necə az olduğuna bir işarədir əslində. 1000 mikrofaradlıq bir kondensatorla çıxışımızın necə düzəldiyini müşahidə etdik və artıq voltajımız dəyişmir, sabit olaraq qalır. Artıq 0.001'lik bir dəyişimlər görürük və bunu da tamamilə düzəldərək, sürətləndirərək artıq çıxışımızın necə stabil qaldığını görürük. Yəni buradakı kondensatorumuz çıxış filtrimizdir əslində. Həm də ki, bunu bəsləmək üçün əlavə qida mənbəyidir. İndi isə bobinimizin və diod dövrəsi, yəni bir də tam dövrəni biz burada simulyasiyonda görək. Bir də data cycle-ın dəyişməsi ilə nə baş verəcəyini burada göz önündə görək. Data cycle-ımız 10 qalma müddəti idi. Bax, buradakı 10 qalma müddəti bizim data cycle-ımız. Görürsüz, 74%'lıq bir data cycle-ımız var. 74%'i gətirib eləyirəm 50%'lara falan gətirirəm. Bir dəqiqə. 50%. Simülasyonumuzu yavaşladıram. Gördüyünüz kimi artıq 50%'lıq bir yanma, 50%'lıq bir sönmə gerçəkləşir. Çıxışımız isə təxminən neçə volt olacaq? Tam görək. 2.2 voltluq bir çıxışımız var. Burada 0.3 voltluq bir itki payımız nəzərə alınmışdır. Yəni dövrəmizdə itki çoxdur. Burada da tam olaraq biz gerçəkçi biz həyatla simülasyon tərəfini tam uyğunlaşdıra bilmərik. %100'lük bir uyğunlaşma təbii ki olmaz. Ancaq biraz Falstadda tam olaraq düzgün deyil. Yəni LTSpice'da bunu göstərəcəm sizə. Daha düzgün nəticəni orada alacaq. Sadəcə Falstadda işləmə məntiqi daha görsel olaraq daha rahat görsənir. On qalma və off qalma müddəti nədir? On qalma müddəti gördüyünüz kimi tam yanılı olanda dövrəmiz necə bir yol izləyir. Görürsünüz, mouse'dan da sizə göstərirəm. 5 voltdan keçib MOSFET'in üstündən keçərək induktorda depolanaraq oradan çıxır müqavimətin üstündə, hər hansısa bir yük üstündə, telefon üstündə, motor üstündə, müqavimət üstündə, isidici üstündə, hər nə üstündən keçərək gəlir groundumuza birləşir. Groundumuz nədir? Groundumuz ümumi ortaq mənfidir. Groundu bağlayanda görürsünüz, bax bu mənfi müsbətdən mənfiyə doğru axır əslində. Bura mənfidir. Müsbətdən gəlir, mənfiyə doğru axır. Burada on qalma müddətini dəyişərkən off qalma müddətini izləyək. Gördüyünüz kimi artıq MOSFET-in girişində voltaj var, çıxışında heç bir voltaj yoxdur. Voltajımız artıq hardan davam edir? Burada depolanan induktiv yük artıq gəlir, müqavimətin üstündən keçərək diodla özünü tamamlayaraq burada kiçik bir dövrə yaradır. Bu induktiv yük yetərsiz olsa, dövrəni bəsləyə bilməsə, yenidən 10 qalma müddətinə qədər gəlib çata bilməsə, dövrəmizdə nə baş verir onu izləyək. Burada da induktiv yükü azaldaq. Məsələn, 50 mikrohenrilik bir induktiv yük qoyaq. Kondensatorumuzda 1000 mikrofaraddır. Nə baş verəcəyini indi görəcəyik. Simülasyonu bir tamamlayaq. Dövrəmiz özünə gəlsin. Dövrəmizi zəiflətib. Bax, MOSFET off qalma müddətindədir. Niyə burada voltaj var? Əslində MOSFET offdur bu dəqiqə. Görürsüz, siqnalın çıxışında heç nə yoxdur. Artıq induktiv yük boşalıb tamamən bitib. Ancaq burada kondensatorun üstündə depo var. Depo olduğu üçün kondensatordan bu müqavimət bəslənməyə davam edir ki, ta kondensator boşalana qədər. Ki, kondensator da boşalmayacaq tam olaraq. Yenidən artıq MOSFET-imiz işə düşüb bəsləyir. Bunu daha yaxşı göstərmək üçün hətta bunu 50 Hz eləyək.
Məncə hələ 50 Hz çoxdur. Ya da burada kondensatorumuzun dəyərini biraz qurban verək. 100 mikrofarad edək. Dövrəmizi özünə gətirək. Çıxış qrafikini izləyək. Aslında çıxış qrafiki bu dəqiqə yenə çoxdur. 50 Hz yəni bu dövrə üçün çoxdur. 5 Hz edək. Qrafikimiz özünə gəlsin. Artıq mən istədiyim qrafiki aldıq. Və görürsünüz, kondensator dövrəni bəsləyir. Bəsləyir. Artıq dövrəmizdə voltajımızda əməlli düşmə olub. Artıq 1.8 voltlara düşüb. Görürsünüz, burada solğunluqda voltajın düşməyinə bir işarətdir. Ki ta gəlib MOSFET açılana qədər, artıq bax gördünüz, MOSFET açıldı, ilk iş nə qarıdır? Həm dövrəni bəsləyir, amma ondan çox kondensatoru bəsləyir. Niyə? Çünki kondensator daha yüksək axım mənbəyidir. Daha yüksək özünə amper çəkə bilir. Kondensatoru bəsləyəcək. Görürsünüz, kondensator ki ta dolana qədər kondensatoru bəsləyir. Kondensator tam da olsa burada axın dayanacaq, yükün üstünə keçəcək. Kondensator doldu artıq. Baxın, hələ dövrəmiz açıq vəziyyətdədir. Artıq yükdən keçir. Kondensatordan axın keçmir. Ta dövrənin off olma müddətinə qədər çəkirəm. Artıq dövrə off oldu. Kondensatordan depolanmağa davam edir. Buradakı induktiv dəyərimiz çox yüksək olsa 10 Henry edirəm bunu. Burada həm induktiv yükümün üstündən dövrə tamamlanacaq, həm də kondensatorun. Baxın. Hala 10 Henry bu tezlik üçün zəif oldu. Tezliyi biraz yuxarı çəkirəm. 1 kilo Hz edirəm. 1 kilo Hz eləməyək, daha aydın göstərmək üçün 500 Hz edək. Off qalma müddətinə gətirək. Bax gördünüz, bu 10 Henrylik induktiv dəyərim dolduğu üçün, maqnet selindən yükləndiyi üçün artıq dövrəni bu bəsləyə bilir. Həm kondensator bəsləyir, baxın. Həm induktiv yük bəsləyir. Görürsünüz, həm kondensator, həm induktiv yükün burada sizə açıq, aydın göstərmək istəyirəm ki, buck converterda beyninizdə bir sual qalmasın. Çünki burada beyninizdə sual qalsa, növbəti videolarımızı artıq daha yaxşı anlamayacaqsınız və boost converterda o şəkildə tam anlamayacaqsınız. Biraz videomuz uzun olur, üzürlü sayın, ancaq daha yaxşı, daha aydın başa salmaq istəyirəm ki, tamamilə bu sual beyninizdən qalxa. Yəni, bax, buradakı induktiv yük depolanır üstündə. Bunu da hətta sizə göstərəyim. Sizə bir induktor şəkili tapdım. Baxın, induktorun üstündən axın keçəndə bu cür yanında bir maqnet seli yaradır. Bu maqnet seli də depoluyur. Yəni, maqnet selini depoluyur. İnduktordan yükü çəksəz əgər, bu maqnet seli geriyə atıb, induktorumuzda voltaj olaraq çıxışda olacaq. Yəni, bizim həm buradakı maqnet selini, həm də ki, kapasitiv yüklənmə dəyərini istifadə eləyərək çıxışda sabit və aşağı volt almamız kömək edir. Amma buradakı induktiv yük bizdə voltaj olaraq tam olaraq yəni 3 voltluq, 5 voltluq bir induktiv yük demək deyil yəni. Buradakı induktiv yük biraz voltajı necə deyim, tam olaraq dengəsiz bir şeydir, daha yüksəkdir əslində. Burada da bizim bunun, yəni kondensator kimi 5 volt verib 5 voltluq bir induktiv yük oradan almırıq əslində. Buradakı 5 voltu sabit eləyən əslində bizim kondensatorumuz olur. İnduktiv yük daha böyük voltajda ola bilər. Yəni təbii sarımsayından bu çox dəyişir. Daha böyük çıxış voltajı da verə bilər, yəni. Ancaq sadəcə bizim depo qismi bizə maraqlandırır, depo qismini işlədirik. Yəni boost converterdə də buradakı maqnet selinin voltaj olaraq depolanmamasından istifadə edərək boost converter yaradırıq. Məsələn 3 voltdan 9 volt alacaqsa, buradakı induktiv yükümüz 3 voltluq bir induktiv yükümüz olsaydı, bizim boost converter deyə bir şeyimiz olmayacaqdı, bir dövrəmiz olmayacaqdı. Və yaxud da ki
bu formada işlədə bilməyəcəkdik. Yəni bizdə sadəcə induktor burada maqnit selini depolayıb enerji şəklində özündə saxlamasını istifadə edirik. Kondensatorumuz burada voltajı stabilləşdirmək üçün istifadə olunur və dövrəmizi aç bağlı eləyərək çıxış voltajını, yəni data cycle-ını dəyişərək, açıq və bağlı qalma müddətini dəyişərək çıxış voltajını düşürürük. Bu olur bizim buck konverterimiz. Növbəti videomuzda isə burada boost konverteri izah edəcək. Bu dövrə məntiqini izah edəcək. Yenə eyni komponentlər fərqli məntiq, fərqli topologiya ilə dizilərək yüksək voltaj qismini yaradır. Amma burada induktiv dəyər əgər voltaj olaraq depolansaydı, biz burada boost konverteri 5 voltu 16 volt eləyə bilməyəcəkdik. Nəysə, bu sonraki videonun mövzusudur. İndi keçirəm LT Spice ortamına. Dostlar, LT Spice-də pulsuz yüklənə bilən bir simulyasiya proqramıdır. Bunu da yükləyib, əgər öz dövrənizi tasarlamaq istəyirsinizsə, LT Spice-dən istifadə edib tasarlaya bilərsiniz. Təbii hər şey burada geniş şəkildə istifadə oluna bilmir. Müəyyən qədər dövrələrinizi burada qura bilərsiniz. Təbii LT Spice-i öyrənməyiniz şərtdir. Əgər LT Spice dərsi də tələbi gəlsə, yorumlar qismində şərhlər bölməsinə yazarsınız. Əgər gəlsə, LT Spice-in dərslərində sizə seri bir şəkildə verə bilərəm. Təbii ki, bildiyim qədər. Demək, burada LT Spice-də 3 ədəd dövrə görürük. Birinci dövrə bizim dövrəmizin qapalı bölməsidir. İkinci isə açıq bölməsidir. Burada tran bizim işləmə müddətimizdir. Ölçüm müddətimiz olacaq. Və sonra isə MOSFET-dən əsas buck konverterimizin real tasarımıdır. Real tasarım niyə deyirəm? Çünki gerçəyə uyğun bir nəticə verir. MOSFET olaraq IRF 3915 MOSFET-i işlədirik. N-channel bir MOSFET-dir. Yəni ki, negativ qütbü idarə eləmək üçündür. Amma pozitiv qütbə bağlamışıq. Bunu da çox önəmli, kritik bir önəm var burada. Bunu da izah edəcəm sizə. Dostlar, burada videonu editləyərkən fikir verdim. Dedim, MOSFET-in niyə bura bağlandığını izah edəcəm, amma izah etməmişəm. Bunun kritik bir səbəbi var. Burada əslində P-channel bir MOSFET işlətməliydik. Ancaq N-channel bir MOSFET işlətdik. Niyə? Çünki N-channel MOSFET-lər P-channeldan daha sürətli açılıb bağlama sürətinə malik olur. Ortalamada daha az itkisi olur və daha keyfiyyətli olur. Bunun üçün N-channel bir MOSFET işlədirik. Puls siqnallarımız isə əksərən siqnal generatorlarımız müsbət siqnal verdiyi üçün N-channel MOSFET-i sürmək, yəni normalda işlətmək daha asan olur. Bunun üçün N-channel bir MOSFET-i işlədirik, ancaq P qütbünə istifadə edirik. P qütbündə bunu istifadə edərkən, çünki bu mütləq P qütbünü açıb bağlaya bilirik buck konverterlarda, belə bir sual olur. Yəni, source ayağımızdır, gate ayağımızdır, drain ayağımızdır. Normalda MOSFET-lərlə source və drain gate arasında 0.5 volt, 5 voltluq və ya da 10 voltluq fərqi olmalıdır ki, MOSFET-imiz açıla bilsin. Burada isə mən 5 voltluq bir siqnal verirəmsə MOSFET-imdə tam açılması üçün. Bu zaman nə olur? Əgər mən bunu ground-a bağlasam, burada 0.5 volt, sadəcə 5 voltluq bir siqnal vermiş olurum. Ancaq burada neçə volt var? 12 volt var. 12 voltu üstü olmalıdır ki, yəni mənim verdiyim siqnal 12 voltun üstü olmalıdır ki, 12 voltdan sonra 5 volt olmalıdır ki, yəni bu da eləyir 17 voltluq bir siqnal verməliyəm ki, MOSFET-imi tam olaraq aça bilim. Ancaq bu da 17 voltluq siqnal o deməkdir ki, 12 volt mənbədən daha yüksəkdir. Yəni mən siqnal generatorumu 12 volt mənbədən qidalandıra bilmirəm, belə çıxır. Onun üçün nə edirəm? MOSFET-i bu cür alladıram. Yəni normalda bağlantı bu olmalıdır. Normalda gəlməliyik bu ground-a bağlamalıyıq bunu. Ancaq bu cür MOSFET-i tam açmayacaq. Hətta bunun görsəlində sizə göstərim. Gördünüz, MOSFET-in çıxış voltajıdır. Mən videonun davamında izah etmişəm. Sadəcə 4 voltluq bir açıqlıq var. Ancaq mən bunu bağlayıram buraya. Buradan bağlayanda isə MOSFET-imi tam olaraq aça biləcəm və çıxışda tam olaraq
12 volt siqnalımı görəcəm. Görürsüz, MOSFET tam olaraq açmışam ki, 12 volt 0 siqnalımı görə bilirəm. Yəni bunun da bağlama səbəbi buradır. Yəni P kanal bir MOSFET işlətsəydik, normal gate ayağına bağlaya bilərdik. Ancaq negativ bir siqnal vermək məcburiyyətindəydik. Bu da bizim üçün sərfəli bir seçenek deyil. Hər mövzuda N kanal MOSFET daha üstündür. Bir ədəd Schottky diod istifadə eləmişik. 5819. Mütləq Schottky diod istifadə eləmək lazımdır. Yüksək tezliklərdə işlədiyiniz üçün. Normal diod istifadə eləsəz tamamilə dövrə yanlış dəyərlər verəcək. Bir ədəd 5833 mikrohenrilik bir induktorumuz var. 1000 mikrofaradlıq kondensatorumuz, 5 ohmluq bir müqamətimiz var. Burada da puls siqnalımız, buradan puls siqnalını nizamlaya bilirik bu arada. Yəni bayaqki rahat bir ortam deyil. Burada müəyyən dəyərləri dəyişərək puls siqnalı alırıq. Bu 5 voltluq bir peak to peak dəyəri olan, yəni 10 qalma müddətində 5 volt olan bir siqnal verir, siqnal çıxışı verir. Bunlar T-rise və T-fall bizim nə qədər tez siqnalımızın yuxarı qalxdığını və nə qədər tez düşdüyünü olur. Bu məsələn millisaniyə falan etsəm mişardişli bir siqnal əldə edərəm. Düşüş riski deyil, yavaş olar. Və yaxud da bunu o rise daha çoxaltsam yavaş-yavaş voltaj qalxacaq. Mən də bunu istəmirəm. Mənə tam kvadrat dalğa voltaj lazımdır. 0.7 mikrosaniyəlik bir 10 qalma müddətim var. Bu 42%-ə gəlib çıxır. 20 mikrosaniyəlik də dövrüm var. Periyodum yəni 20 mikrosaniyədir. Bu da 50 kHz-ə gətirib çıxarır. 50 kHz-dən bunu açıb bağlayıram. 50 kHz bir buck converter üçün yaxşı bir nəticədir. 41%lıq çıxışımı 12 voltda 5 volt almaq istədiyim üçün istifadə etmişəm. Bunun isə kalkulyatorunu sizə göstərim. İnternetə buck converter kalkulyatoru yazanda birinci Omni'yə girirsiniz. Yəni tövsiyə edirəm. Input voltajımız, output voltajımız, switch frekansımız, maksimum yəni çıxış amperimiz və data cycle'ımızı, induktor dəyərimizi bizim verəcək. Bizə lazım olan dəyərlər nədir? Giriş voltajımız 12 volt, bir deyək ki maşın akkumulatoru istifadə edəcək. Output voltajımız 5 voltluq bir telefonu zaryadka etmək istəyirik, yəni şarj etmək istəyirik. Switchimiz 50 kHz işlədəcək. Maksimum 1 amper çıxış verməsini istəyirik. Demək 41.67%lıq 10 qalma müddəti lazımdır. 58.33 mikrohenrilik bir induktor dəyəri lazımdır. Demək, induktor dəyərimizi deyək ki 58.33 mikrohenrilik bir induktorumuzu tasarladıq və yaxud da ki birbaşa 58 mikrohenrilik bir induktorumuz var əlimizdə və yaxud da 60 mikrohenrilik. 41.67% data cycle-ı necə hesablayacaq? Demək, hesab makinasını açıram. 41.67%-dir. Demək ki, 20 mikrosaniyə 50 kHz-də işləyirəm. 20 mikrosaniyənin 0.67-si, yəni faizi 8.33 mikrosaniyə 10 qalma müddətim var. Yəni LT Spice-da mən 8.33 mikrosaniyəni açıq qalsam, iddia eləyir ki, çıxış voltajını 5 volt alırıq. 5 voltda voltajımız 5 voltdursa, 1 amper çıxış almaq istəyirsə, 5-i 1-ə bölürük. Rezistans dəyərimiz 5 ohm olmalıdır ki, 1 amper yük çəkə bilsin. 5 ohma da ayarlamışıq. Burada da 1000 mikrofaradlıq bir filtr kondensator istifadə etmişik. Demək, kalkulyatorumuz deyir ki 58-33 mikrohenrilik bir induktor istifadə elə. Həmin induktorda istifadə eləmişəm. Görürsünüz. Bir ədəd Schottky diod. Pullar sabitdir, MOSFET sabitdir, Schottky diod sabitdir. Puls dəyərini dəyişərək, artıq pulları da girdiyim üçün
puls dəyərini dəyişərək, yəni onu da dəyişdim puls dəyərini. 50 kHz-də 8.33 mikrohenrilik açıq qalma müddətindən simulyasiyonun çıxışına baxaq. Burada torpağımı birləşdirdiyim üçün sadəcə buradan çıxışa baxanda çıxış voltajını görmüş oldum. Çıxış voltajım neçədir? 4.67 volt. Niyə? 5 volt almalıydıq. Düz deyilmi? Kalkulyator bu cür deyir. Burada artıq itki dəyərlərimiz. İnduktorda olan itkimiz, kondensatorun itkisi və MOSFET-in üzərinə düşən itkisi. Bizim 0.2 voltluq bir itki payımıza 0.225 hatta deyək, bir itki dəyərimiz oldu. Və burada da kiçik parazitlənmələr görürsünüz. Yəni nə qədər də tam filtr olsa da peak to peak dəyərimiz 2.56 millivoltluq bir parazit siqnalımız var. Parazit siqnalı ağır dövrələr üçün heç bir önəm kəsb eləmir. Həssas dövrələr üçün biraz fazla, yəni çox ola bilər. Bunu da daha çox düşürmək istəyirsinizsə, mikrofarad dəyərini daha yüksəltməlisiniz. Bu çox gözəl nəticədir əslində. Sadəcə elə belə mikrofarad dəyərini dəyişərək necə parazit siqnalını azalda bilərsiniz onu göstərir. Gördünüz? 256 mikrovoltluq bir dəyişkənlik oldu artıq. Kondensator dəyərimi düşürəm. 100 mikrofarad eləyirəm. Çıxışda olan dəyişkənliyi müşahidə edək. Gördünüz, 25 millivoltluq bir dəyişmə var. Bu da kifayət qədər böyük bir nəticə olduğu üçün ən azından mikrofaradı 1000 mikrofaradlıq bir kondensator istifadə edirəm. Yaxşı, ilk öndə yüksəlməni gördük. Burada mən dövrəni sizə açıq şəkildə izah edərkən dedim ki, buck converterın bir əks cəhət var ki, ani voltaj yüksəlməsi olur, ondan sonra voltajımız sabitlənir. Bunun üçün də gelişmiş yapılar, inteqrə yapılar istifadə olunur ki, voltajımız daha stabil, yavaşdan yüksəyə doğru irəliləsin. Demək, biz bunlara değinməyəcəyik, əsasən işləmə məntiqinə deyirik. 5 voltluq bir çıxış almalıyıq. Nə etməliyik? İtki voltajı, itki payımızı nəzərə alanda burada induktorun dəyərini dəyişə bilmirik, kondensatorun dəyərini dəyişə bilmirik, MOSFET-in dəyərini dəyişib üstündəki itkini azalda bilmirik. Nə eləyə bilərik yalnız? Sadəcə buradakı 10 qalma müddətini çoxalda bilərik. 10 qalma müddətini də 0.7 qoyaram. Nə oldu çıxışımız? Qalxdı 4.99-a, 5 volta deyək. 0.1 voltun söhbətini etməyək artıq. Parazitlənməm də yenə kiçik bir səviyyədədir. Neçədir? 2 millivoltluq bir parazit var. Yəni bu da kifayət qədər qəbul olunan bir dəyərdir. Demək, kondensatorumuz çıxışı filtr eləmək üçündür. Babinimiz çıxış amperin üçün, yəni işlətdiyimiz kilohertzlə çıxış amperimizi düzgün şəkildə almaq üçün babinin mikrohenri dəyərini düzgün seçməliyik. Yəni burada artıq və ya əksik olmamalıdır. Yaxşı, babində artıq və əksik olsa nələr baş verər? Bunu görək. Məsələn, burası bir dənə 0 artıraq. Gördüyünüz kimi müəyyən dalğalanmalar var. Amma yenə demək olar ki 5 volt voltajımızı alırıq. Çox kiçik bir sadəcə itkimiz oldu. Bəs yaxşı, babinimiz aşağı olsa nə olar? Babinimiz aşağı olsa voltajın necə dəyişdiyini, necə uçurumla yüksəldiyini görmüş oluruq. 8.53 volt. Yəni demək olar ki 12 volta çox yaxındır. Çox üzr istəyirəm. Ona görə babinimizin dəyərini çox yüksək seçsək, demək ki, çox dəyişkənlik olmur, amma aşağı seçsək çox böyük dövrəmizdə önəm kəsb eləyir.
Bəs yaxşı. 10 qalma müddətimiz nə idi? Çıxış voltajını nizamlayan əsas parametr. 10 qalma müddətini 1 etsək, çıxışın necə çökdüyünü müşahidə edərik. Gördüyünüz kimi 4.5 millivoltlarda bir çıxış voltajımız var. Buradakı müəyyən siqnalı da ossilloqrafda necə görməlisiniz? Bunu da sizə göstərim. Bir bobini ölçərkən, məsələn, bobinin girişini, çıxışını ölçərkən, puls siqnalını müşahidə edərkən, puls siqnalı təbii ki, bu cür istifadə olunmur demək olar dövrələrdə. Ancaq inteqrənin içində olur demək olar bütün yapı. Ancaq çox üzr istəyirəm. Ancaq burada mən puls siqnalının çıxışını və MOSFET-in çıxışını sizə göstərib incələyirəm. Birinci puls siqnalımın 5 volt idi, bəli. Puls siqnalımı sizə göstərim. Puls siqnalım burada 16 volt görsənə bilər. Əslində bu 16 volt deyil. Çünki mən groundla ölçüm edirəm. Puls siqnalının özünü ölçəndə isə doğru siqnal budur. 5 voltluq bir puls siqnalım var. Görürsüz, 10 qalma müddəti çox zəifdir. Neçə mikrosaniyədir? 1.22 mikrosaniyə yanlı qalır. 18.75 mikrosaniyə sönlü qalır. Bunu da hesab eləyəndə, faizə vuranda düzgün faizi tapa bilirik. Bu da neçə faiz eləyəcək? Yəni demək olar ki 0.5%'da falan bir çıxış siqnalımız var. Və burada 10 qalma müddətini 8.7 eləyək təzədən. 8.7. Ölçüm yenidən gerçəkləşdirək. Gördüyünüz kimi 5 voltluq yenə bir siqnal var. Ancaq bu səfər demək olar 9 mikrosaniyə yanlı qalır. Biraz da ölçüm xətalarım var burada. 8.88 mikrosaniyə oxudum, amma 8.7-dir əslində. 11.22 mikrosaniyədə sönlü qalır. Bu da 41%'imiz yanlıdır, 42-43%'imiz yanlıdır. Qalan da 58-57%'da sönlüdür. Yəni puls siqnalımız budur. Data cycle'ımız bu 10 qalma müddətimizdir. 41%, 42-43%'da data cycle'ımız. Yəni data cycle budur. Bu da sönlü qalma müddətimizdir. 10 qalma və off qalma müddətimiz. Çıxışımıza baxırıq. Çıxışımızda isə 12 voltluq bir siqnal görürük. Gördüyünüz kimi. Həmin zamandır. Yenə 10 qalma müddətimiz 8.7, off qalma isə 11.3% falan. 11.3 mikrosaniyəli falandır. Yəni həmin siqnaldır. Burada gördüyümüzün daha böldürülmüş versiyasıdır. Yəni puls inteqrəmiz MOSFET-imizə verir ki, güclü axınları açıb bağlaya bilsin əslində. Çıxışımızda isə amma sabit voltaj var. Burada induktor həmin o parazitlərin keçməsini əngəlləyir. Öz üstündə olan axına da baxaq. Bu cür bir axın yaradır. Öz üstündə artıb azalan. Kondensatorımız da eyni şəkildə. İkisi də birləşərək çıxışımızı düzgün bir şəkildə qidalandırır. Gördüyünüz bu düzgün siqnalı alırıq. Məntiq olaraq yəqin ki tam olaraq oturdu. Yəni inanıram ki həm buck converter'ın nə olduğunu və necə işlədiyini tam olaraq aydın şəkildə anladınız. Hesablayıcı kalkulyatordan istifadə edərək də buck converter'da giriş və çıxış siqnallarını necə dəyişərək çıxış giriş voltajlarını dəyişməyi öyrəndiniz. Daha doğrusu çıxış voltajını dəyişmək üçün siqnalı necə dəyişəcəyimizi öyrəndik. Sabit bir dəyərdə kalkulyatora hesablada bilərsiniz. Buradakı
olan dəyəri bir ayarlı bir PWM inteqrəsindən də anlıq olaraq dəyişərək istənilən voltaj dəyərini ala bilərsiniz. Əslində bu buck converter dövrələri məsələn adapterlarda istifadə olunur ki, bir adapterdir, ancaq bir SMPS sistemi istifadə olunub, ancaq 5-6 çıxış istifadə olunur. Bunun üçün 5-6 buck converter əslində çıxışda istifadə olunur. Məsələn deyirəm 30 voltluq bir SMPS adapter qidalandırır adapterimizi. Ancaq çıxışda 5 dənə buck converter var, 30 voltu düşürür 5 volta. Bir dənə sürətli zaretka olunan taxılanda, məsələn həmin buck converter işləyir 12 voltda. Yanındakı USB isə işləyir 5 voltda. Bunun da çıxışında fərqli-fərqli buck converterlər istifadə olunduğunu göstərir. Və yaxud da ki, dövrələrimizdə çeşidli buck converterlər istifadə olunur. Çünki dövrələrimizdə lazımdır. Yəni bu önəmli dövrədir. Bunu da önəmli şəkildə anlayıb dövrələr üstündə həm yoxlanışını düzgün gerçəkləşdirməlisiniz ki, girişində bu cür puls siqnal görməlisiniz, çıxışında isə sabit cəryan görməlisiniz. Bu siqnalı onsuz görməyəcəksiniz. Çünki bu təzə başlanğıc vaxtı olur. Bunu sadəcə oscilloqrafın buck converteri işlədən vaxtı görə bilərsiniz. O da normal işləyən buck converterdə deyil. Bir də siz sadəcə çıxışından bu cür düz siqnal görməlisiniz buck converterin. Girişindən isə bu cür puls siqnal görməlisiniz. Onda demək ki, buck converter tam olaraq sağlam bir şəkildə işləyir. Bu puls siqnalını isə MOSFET-in içində olduğu üçün və yaxud da ki, inteqrənin içində olduğu üçün siz bunu müşahidə etməyəcəksiniz. Bir ədəd diod, kondensator və bir ədəd burada bobin görsəz, yəni dövrənin üstündə, bilin ki, o çox güman ki, buck converter. Düzdür, eyni komponentlərdən boost converteri, buck boost converteri yaratmaq da mümkündür. Diziliş formasına baxsaz bu cür olsa, demək ki, həmin dövrə buck converterdir, sağlamlıq testində o cür edə bilərsiniz. Özünüzdən bir buck converter tasarlamaq istəyirsinizsə də, bu dəyərlərdən istifadə edib simulyasiyonda olan dəyərlər və internetdə olan saysız məlumat sistemlərindən də istifadə edib, hətta yapay zəkadan da kömək alıb, özünüz də bir buck converter tasarlaya bilərsiniz. Əgər bu video bəyənilsə, davamının gəlməsini istəsəz, sizin üçün bir ədəd inteqra ilə PCB də dizayn edə bilərik, yəni çap lövhəsi də dizayn edə bilərik, EDA izi-də. Bu da tələblərə uyğundur təbii ki, yəni tələb olsa bir ədəd buck converteri özümüz tamamilə çap lövhəsini dizayn edəcək. Videomuz uzun oldu, üzürlü sayın. Əgər bu qədər izlədinizsə çox sağ olun deyirəm. Həyatınızda və işlərinizdə uğurlar arzulayıram. Daha gözəl günlərdə, daha aydınlıq sabahlarda görüşəndək dəstək olmağı unutmayın ki, daha gözəl videolar gəlsin. Çox sağ olun.